Bismillah, elhamdülillah, eşhedü en la ilahe illallah, vahdehu la şerike leh, ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu, sallallahu ve sellem aleyhi ve ala alihi ve sahbihi ecmain. Əmmə bəd, değerli müsəlmanlar, istəyirəm ki, bir mövzuya toxunum. Ola bilsin ki, bu mövzu hər biri üçün faydalı olsun. Çünki bu mövzu barəsində bəzi müsəlmanların elmi və yaxud da məlumatı azdır. Bu mövzu vəsiyyətlə bağlıdır. Ümumiyyətlə bilmək lazımdır ki, vəsiyyət nədir? Vəsiyyət bir insanın digərinə öldükdən sonra əhdi, yəni tapşırmasıdır. Misal olaraq bir insan digər insan deyir ki, mən öldükdən sonra kiçik övladlarıma filan kəs baxsın. Və yaxud da mənim malımın bir hissəsini Allah yolunda xərclənsin, kasıblara verilsin və ya hansısa bir əmlakıma, hansısa bir şəxs nəzarət etsin. Ümumiyyətlə, yəni vəsiyyət odur ki, bir insanın digərinə sahib olduğu şey ilə bağlı yəni əhdi tapşırmasıdır. Və bu barədə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Mə haqqum ri'in muslimin ləhu şey'un yusi fihi yebitu leyləteyni illə və vasiyyətuhu məktubətun indah. Buyurmuşdur ki, vəsiyyətə bir şey olan müsəlmanın yazılı bir vəsiyyəti olmadıqca ardıcıl 2 gecə keçirməyə haqqı yoxdur. Digər hədisdə, Müslimdə, yəni keçən hədisdə isə 3 gecə keçmişdir. Və məhz buna görə də Abdullah ibn Ömər radiyallahu anhuma demişdir ki, Mə mərrat aleyyə leylətun munzu semi'tu Rasulallahi sallallahu aleyhi və səlləm qalə zəlikə illə və indi vəsiyyəti. Buyurmuşdur ki, mən Allah Rasulü sallallahu aleyhi və səlləmin bu sözünü eşitdiyimdən bəri yanımda vəsiyyət olmadan bir gecə keçirmədim. Və bu hədislərdən insan yəni qaranlıq qalır ki, görəsən vəsiyyət vacibdirmi, yoxsa vacib deyildir. Və buna görə də alimlər vəsiyyəti 3 qismə bölmüşdülər. 3 növə bölmüşdülər. Birinci növ vacib vəsiyyətdir, ikinci haram vəsiyyətdir, üçüncü isə müstəhəb olan vəsiyyətdir. Birinci olan vacib vəsiyyət odur ki, o insanın üzərində haqlar olarsa, hüquqlar olarsa, onun vəsiyyət etməsi vacibdir. Misal olaraq bir insanın əgər borcu varsa, yəni hansısa bir insana borcu varsa, o ölməmişdən əvvəl borcuna bağlı vəsiyyət yazması vacibdir. Çünki o vəfat etdikdən sonra hansısa borc yiyəsi gəldikdə onun varislərin arasında mübahisə düşəcəkdir. Və yaxud da hansısa bir insan bir əşya ona verərsə, pul verərsə, mal verərsə, həmin insan da yenə vəsiyyət yazmalıdır ki, filan kəs mənə maşın verib, ev verib müvəqqəti olaraq. Çünki o insan vəfat etdikdən sonra gəlir vərəsələr yanına malın gəlsə, deyir ki, bəs sənə atanın və yaxud həyat yoldaşının, qardaşına müvəqqəti olaraq maşın vermişdim, adına keçirmişdim, ev idi, müvəqqəti adına keçirmişdim, sənədlərlə bağlı və yaxud da işlə bağlı və vərəsə də deyəcək ki, bu atam mənim ya qardaşım, vəfat edən insan bizə bu barədə deməmişdir və sənə heç nə vermirik. Və bu şeylər mübahisə doğuracaq və açıqlanması lazım olan şeylərə vəsiyyət etmək vacibdir. İkinci isə haram olan vəsiyyətdir. Yəni insanın bu cürə vəsiyyət etməsi haramdır. Bu da vərəsələrə, yəni miras sahiblərinə vəsiyyət etməkdir. Yəni əgər mənim malım varsa, pulum varsa, mənə kim vərəsə düşürsə, mirasçı düşürsə, misal övladlarım və yaxud qardaşım, bacım, atam, anam, həyat yoldaşım, ümumiyyətlə, yəni mənim malıma kim vərəsə düşəcəksə, mirasçıdsa, ona vəsiyyət etməyim haramdır. Misal olaraq, daha da genişləndirək, misal olaraq mənim 3 övladım var, mənim malıma 3 övladım vərəsə olacaqdır. Mənim də 100 manadım vardır. Və mən deyirəm ki, bu 100 manatın 30 manatını ən kiçik övladıma verirəm, ona vəsiyyət kimi, hədiyyə kimi
ki, vəsiyyət edirəm bu 30 manatı, 100 manatımın kiçik oğluma, sonra bu 70 manatı bu 3 övladım arasında bölün. Bu 30 manatı əl vurmayın, bu bala kiçik övladımındır, ona vəsiyyət etmişəm. Sonra bu 70 manatı 3 övladımın arasında bölün. Bu haram olan vəsiyyətdir. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem buyurmuştur ki, İnnallâhe qad a'ta kullezi haqqin haqqahu fela vasiyyete li varis. Buyurmuştur ki, həqiqətən Allah hər bir haqq sahibinə haqqını vermişdir və varisə vəsiyyət yoxdur. Yəni, əgər sən hansısa bir vərəsəyə, mirasçıya vəsiyyət etsən, sanki Allahın bölgüsünə narazılıq edirsən. Çünki Allah azza və öz kitabında mirası bölmüşdür. Kimə nə qədər miras düşəcək, onu qeyd etmişdir və şəriətdə təyin olmuşdur. Və bu baxımdan da sənin mirasçılara, yəni vərəsəçilərə, yəni vəsiyyət etməyin icazəli deyildir, haramdır. Üçüncü növ isə vəsiyyətin müstəhəbdir. Bu da sənin malının vərəsə olmayanın, yəni mirasçılara yox, başqalarına, digərlərin malının bir hissəsini verməsidir. Və şəriət də bu məsələdə də öz ölçüsünü təyin etmişdir. Sən malının yalnız 1/3 hissəsini vəsiyyət edə bilərsən. Yəni 1/3-dən daha çox sən malını vəsiyyət edə bilməzsən. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem bunu qadağan etmişdir. Necə ki, Səd ibn Əbu Vaqqas radiyallahu anhu Məkkədə xəstələnmişdi və Allah Rasulü sallallahu aleyhi ve sellem onu ziyarətə gəlir və Səd ibn Əbu Vaqqas deyir ki, ey Allahın Rasulü, mən malımın hamısını vəsiyyət etmək istəyirəm. Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, xeyr. Deyir ki, ey Allahın Rasulü, mən malımın yarısını vəsiyyət etmək istəyirəm. Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, xeyr. Sonra deyir ki, ey Allahın Rasulü, mən malımın 1/3 hissəsini vəsiyyət etmək istəyirəm. Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, 1/3 hissəsi olar, amma bu da çoxdur. Və sonra hədisin gedişatında Allah Rasulü sallallahu aleyhi ve sellem bunun bizə hikmətini açıqlayır ki, niyə görə insan malının hamısını və yarısını vəsiyyət edə bilməz. Buyurur ki, sən mirasçıların, yəni vərəslərin varlı qoyub getməyin, onların insanların əlinə baxıb, kasıb qoymağından daha xeyirlidir. Yəni, sən əgər bütün malını versən, sənin evdəkilərin, mirasçıların kasıb qalacaq, heç bir şey əldə etməyəcək. Bu da onların dilənməsinə və s. günahlarına səbəb olacaqdır. Ona qədər insan öz malının yalnız 1/3 hissəsini verməlidir. Lakin bundan da yəni malının daha az hissəsini vəsiyyət etməsi, məsələn, yəni 4/1 hissəsini, 5/1 hissəsini verirsə, daha tərəfə layiq və məqsədə uyğundur. Çünki sahabələr belə etmişdilər. Əbu Bəkir radiyallahu anhu öz malının 5/1 hissəsini vəsiyyət etmişdir. Və sahabələrin də yəni daha çoxsu 4/1, 5/1 hissəsi vermişdir. Çünki 3/1 hissəsinə Allah Rasulü sallallahu aleyhi ve sellem nə dedi? Dedi, bu çoxdur. Amma icazəlidir, amma dedi ki, çoxdur. Ona görə də sahabələrin yəni feilini daha götürmək, 5/1 hissəsini versən, 4/1 hissəsini versən, daha tərəfə layiq olar və məqsədə uyğun olar. Və düşünürəm ki, vəsiyyətlə bağlı bu mövzunun qısa olaraq, mücməl olaraq sizə xatırlatdım və Allah subhanahu taala dua edirəm ki, bu dərsimi hər bir üçün faydalı etsin. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahe illə ənt. Əstəğfiruka və ətubu ileyk.